Keçən 2024 il oktyabr ayından struktur dəyişikliyindən sonra mənim baş moderator vəzifəm ixtisara düşmüşdür. Kanal 21-ə müraciət edən Kürdəmir rayonu Qaramahmudlu kənd sakini Azər Niftaliyev Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Mil Qarabağ və Aşağı Şirvan kollektorunun istismarı idarəsinin rəhbəri Valeh Qaraşovdan şikayətçidir. Vətəndaş bildirir ki, 1999-cu ildən adı çəkilən idarədə çalışıb, 2010-cu ildən isə mühəndis vəzifəsində işləyib. Onun sözlərinə görə, ötən il struktur dəyişikliyi zamanı ixtisara düşüb və mühəndis dərəcəsi 15-dən 9-a indirilib. Azər Niftaliyev bildirir ki, məsələ ilə bağlı idarəyə müraciət etsə də rəhbərliklə görüşməsinə imkan verilməyib. Ətraflı vətəndaşın öz dilindən dinləyək. Mən Niftaliyev Azər Yusuflu, Kürdəmir rayon Qaramahmudlu kənd sakini. Kanal 21-ə müraciət etmişəm və Kanal 21 vasitəsilə də bütün adiyyət qurumlara, o cümlədən başda möhtərəm baş komandanımız cənab İlham Əliyevə, baş prokurorumuz Şamran Əliyevə, əmək müfəttişliyinə müraciət edirəm ki, yəni mən bu idarədə 1999-cu ildən işləyirəm, əmək stajıma burada başlamışam, 10 il fəhlə kimi çalışmışam, 2010-cu ildən rəhbər vəzifədə olmuşam, yəni 26 il bu idarədə əmək stajım var. Keçən 2024 il oktyabr ayından struktur dəyişikliyindən sonra mənim baş moderator vəzifəm ixtisara düşmüşdür. Lakin ixtisara düşməyinə baxmayaraq, yəni bütün işçilərə, yəni təhsillərindən, əmək stajlarından yüksək vəzifələr verilmişdi. Mənim vəzifəm, yəni mühəndis dərəcəm 15-ci dərəcədən 9-cu dərəcəyə indirilmişdir. Mən də bununla bağlı idarə rəisi Valeh Qaraşova şifahi olaraq, yazılı olaraq müraciətlərimə baxmayaraq, yəni heç bir mövqe bildirməmişdir. Yəni bütün qurumlara müraciət eləmişəm indiyə qədər, amma ayından bura müraciətlərim var. Halbuki yəni nə agentlikdən, ya başqa qurumlardan mənim səsimə səs verən yoxdur. Odur ki, sizə müraciət eləmişəm, gəlmişsiniz, minnətdaram sizə. Çox xahiş edirəm bu işi ictimailəşdirək. Valeh Qaraşov mənim rəzim tutur, mənə xəbərdarım, mən sözün düz danışdığıma görə, yəni hüquqlarımı tələb elədiyim üçün mənlə qərəzi mövqeyi tutaraq mənə xəbərdarlıq bildirişi verib ki, bildirişlər əlimdədir, məktublar əlimdədir və sizlə oktyabrın bu, yəni 2025-ci oktyabrın 7-sə mən sizlə əmək müqaviləsi bağlamayacağam. Yəni bununla bağlı mən 5 ailə sahibiyəm. 26 il bu idarədə zəhmətim var, bu mühəndis kimi çalışmışam. Çox xahiş edirəm adiyyəti qurumlar, mənə səsimə səs verin. 5 ailə sahibiyəm. Mən bu gündən sonra 54 yaşım var, harada iş tapacağım özümə. Yəni sadəcə qərəzi mövqeyi tutaraq, yəni bütün qohunmazlıq eləyərək, yəni burada bizim əməkdaşımız var, ümumi şöbə müdiri, hal-hazırda Şirvan kollecində qiyabi olaraq təhsil alır, ümumi şöbə müdiridir. Yəni burada qohunmazlıq, rüşvətxorluq baş alıb gedir. Məndə səs yazıları var, burada rüşvətlə, korrupsiya ilə bağlı, yəni biz istintaqın sirrinə mane olmayaq, bunu prokurorluğa təqdim edəcəm və prokurorluq məni çağırıb, yəni prokurorluğa təqdim edəcəm bu səslər ki, burada yalnız vəzifələr rüşvətlə verilib, qohunmazlıqla verilib. Müraciətim bu qədər. Çox xahiş edirəm, cənab prezident, səsimə səs verin. Yəni adiyyəti qurumlara müraciət edirəm, səsimə səs verin. Yəni sadəcə bu burada Valeh Qaraşov burada hegemonluq edir. Əgər istədiyi insanları işə götürür, nəyin müqabilində bu da istintaq araşdıracaq. Mənim şəxsən hüquqlarım tapdalanıb, səsimə səs verən yoxdur. Çox xahiş edirəm Kanal 21 əməkdaşlarından. Mən məcbur olub, yəni bu başıma gələn bu hadisələri işıqlandırıram media vasitəsilə. Çünki yazdığım qurumlardan mənə rəsmi cavab verilən yoxdur. Qarşı tərəfin mövqeyini öyrənməyə çalışsaq da, idarənin qarşısında dayanan mühafizəçi kanalın əməkdaşının içəri daxil olmasına imkan verməyib. Valeh Qaraşovla telefon əlaqəsi yaratmaq cəhdlərimiz isə nəticəsiz qalıb. Sonda onu da qeyd edək ki, Kanal 21 olaraq səsləndirilən iddialarla bağlı heç bir məsuliyyət daşımırıq və qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.